Dostlar, mən bugün bu ağır gündə bizim dərdimizdə şərik olduğunuza görə hamınıza öz təşəkkürümü bildirirəm. Bu ağır gün bizə dərd verir, sitem verir, bizi mənəvi cəhətdən sarsıdır. Mən bugün Almaniya Federasiyasının Berlin şəhərində keçirilən tədbirlərə görə bizim dərdimizə şərik olan insanlara, hörmətli səfirimiz Pərviz Şahbazova ailəsi ilə birlikdə bütün tədbirlərə qatılır, dərdimizə şərik olur. Səfirliyin nümayəndələrinə, Samirə xanıma, internet vasitəsilə canlı yayım yaradan otaq sahiblərinə öz təşəkkürümü bildirirəm. Hörmətli dostlar, mən də öz adımdan sizin hər birinizə təşəkkür edirəm. Bu faciənin üstündən 20 il ötüb, o vaxt nələr olub, kimlərin səhvi olub, hər nə olubsa, onları müzakirə etmək artıq gecdir, ancaq indi yalnız qabağa baxmaq lazımdır. Belə söhbətlərdə fikir ayrılıqları ola bilər, ancaq birgə bu məsələlərin çıxış yolunu tapmaq lazımdır. Hamınıza bir daha təşəkkür edirəm. Bu hadisə qiymət verilməsində, dünya səviyyəsində qiymət verilməsində bu ilki kimi mütəşəkkir olmamışıq və çox gecikmişik. O 100% aydın məsələdir. İkincisi, Xocalını necə qoruya bilərdimi bizim ordu və s. Bu arada Şamil mənim dedi, amma Xocalı elə bir strateji yerdəydi ki, Xocalıya tankla, topla, tüfəklə getmək mümkün deyildi. Çünki Əskəran kimi bir qala Ağdamla Xocalının arasını kəsmişdi və o yerə bələd olanlar bilir ki, bu qalanın sol tərəfi də Sıldırım dağı idi, sağ tərəfi çay və Sıldırım dağı idi. Köroğlu kinosunu görənlər bəlkə onu görüblər o qalanı. Orada ancaq Əskəranın ortasından tanklar gedə bilərdi. Onu da yenə Rus tankları ermənilər minalamışdılar və yolları beton hasarlar çəkmişdilər qarşısına. Yəni beton hasarı da tank vurub keçirdilər, amma minalardı hamısı. Bunu deyil. İkincisi, biz burada Almaniyada olarkən bu 4 gün ərzində, son 4 gün ərzində Profesör Doktor Wilfried Fuhrmann çox böyük bir insan hesab edirəm mən onu və həqiqətpərəst hesab edirəm. Bir dəfə dedi ki, bu faktlarda necə ki Xocalı soyqırımı dünyada az tanınır, burada Xristiyan dünyasının yəni səhvidir, həqiqəti müdafiə etməməsidir. Bunu deməyə özü elə kişilikdir. Biz elə adamları ətrafımıza toplamalıyıq. Çünki o dedi ki, haqq, ədalət Xocalının tərəfindədir. Xocalı müsəlman olduğuna görə məhz bu bütün Xristiyan dövlətlərində tanınmır. Yaxın da buraxmırlar çox yerdə. Bundan əlavə bir şey deyim ki, indi bizdə bəziləri ola bilsin yanlış olaraq elə anladılar ki, güya burada danışanların bəziləri deyir ki, yəni Təbriz niyə bu işə imkan verir ki, orada tədbir keçirilir və yaxud konsert keçirilir. Və deyirlər ki, iqtidar bu işdə necə iştirak edir? Şəxsən biz qeyri-hökumət təşkilatıyıq, Xocalı soyqırımı tanıtma ictimai birliyi. Lakin Berlində bütün bu tədbirləri bizi bütün qarşılayanlar, ən çox bizim qayğımızı çəkənlər, heç yerimiz olmuyor, heç bir çox adam çox yeri tanımır, ilk dəfə görürlər beni. Bu halda bizim bütün tədbirlərdə hər gün 3-4 tədbir olur. Hətta küçədə bizim tədbir. Burada iştirak edənlər ən çox 99% ancaq səfirliyin işçiləri olub. Düzdür, Azərbaycanlıların da 1% burada iştirak edib. Yalnız bu çox azdır. Berlində 6 milyon təkcə Azərbaycanlısı yaşayır. Nəinki cənubi qardaşlarımızı biz heç tələb edə bilmərik bura gəlsinlər və yaxud türk qardaşlarımıza. Amma bütün bunlara baxmayaraq, mən inciyirəm bu Azərbaycanlılardan ki, Berlində yaşayırlar. Müxalifət zat o mənim maraqlandırmır. Xocalı barəsində tədbirlər olanda müxalifət iqtidar ayrı seçkili eləmək lazım deyil. Yəni deyirəm, Respublikamızı, dövlətimizi təmsil edən səfir başda olmaqla bütün əməkdaşları bizim qayğımızı çəkdilər. Bizə maşınlar verdilər, arabalar verdilər, hansı tədbir var idi, apardılar, gətirdilər və biz türklərin də böyük bir tədbirinə qatıldık. Ona görə də mən çıxışımı bütün dünya Azərbaycanlılarının və Azərbaycan sevənlərin adından və bilirəm ki, onlar 99% mənlə razıdırlar, bəlkə də 100%.
çək əlini Qarabağdan deyirik Erməniyə. Və bu, mən deyirəm onlara qarşı. Hey pislədin qərbə bizi, düşmən çəkmə hərbə bizi, yoxsa yeyib zərbəmizi, qaçacaqsan sən qabaqdan, çək əlini Qarabağdan. Bu dünyaya olma əngəl, dinə qayıt, imana gəl, düşün, daşın, çəkin sən gəl, ay ulduzlu o bayraqdan, çək əlini Qarabağdan. İstərsənsə haqlı barış, dünya ilə qayna, qarış, bil onsuz da bircə qarış yoxdur sənə o torpaqdan, çək əlini Qarabağdan. Bu xəbislik səndə irsi, tuttun dəli dağı, kirsi, tutacaqdır türkün hirsi, qurtulacaq bu tuzaqdan, çək əlini Qarabağdan. Xalqımızın səbri daşdı, bu müqəddəs bir savaşdı, olacaqsan başlı, qalacaqsan gözü yaşlı, könüllü get bu ocaqdan, çək əlini Qarabağdan, çək əlini Qarabağdan. Sağ olun. Aytaş bəy, mən sizin məktubunuzu aldım. Yazırsınız ki, orada Azərbaycan parlamenti elə bir qərar verdi, soyqırım sözünü işlətməyib. Çox düzgün olmayan fikirdir. Yenə dedim, mən sizə böyük hörmətim var. Mübahisə etmə fikrinə deyiləm. Siz e-mailinizi göndərərsiniz Həbib bəyə. Təbii ki, mən o e-maillə Allah qoysa sizlə məktublaşıb və həmin o qərarı ki, parlament qəbul edib, Azərbaycan parlamenti qəbul edib, elə fürsətdən istifadə edib deyim ki, sizə bu il yanvar ayının 17-sində dövlət başçısının sərəncamı çıxdı. Xocalı soyqırımını tədbirlərin qeyd olunması haqqında orada da o soyqırım kəlməsi, inanın ki, mənim qardaşım, mən burada kimsəndən müdafiə eləmirəm, nəsə haqqım da yoxdur müdafiə, çünki mən o qədər şəhərçinlər görmüşəm. Qaldı o rəqəmlərlə bağlı dediyiniz fikirlərə, mənim qardaşım, mən biraz cavab verə bilmədim, Yusuf mənim danışmalıydı. Bax, bizim bu Azərbaycan Ermənistan müharibəsi zamanı 88-dən bəriyə 1 milyondan çox məcburi köçkünümüz var. Bu faktdır. Qaçqınlar Ermənistandan gələnlər sayılır. Köçkün isə yerli Azərbaycan ərazisində Ağdamdır, Şuşadır, Qarabağdan, digər zonalardan olanlarımızdır. Və işte gəldi Ağdamda, mən bayaqlar dedim ki, təkcə Ağdam rayonu 6000 nəfər şəhid verib. Ağdamda 2 şəhidlər xiyaban, amma Xocalıda isə rəsmi rəqəm 613 nəfər sayılır. 155 nəfərin taliyindən bu günə qədər xəbər yoxdur. Üstə gəl, Xocalıda qeydiyyətsiz yaşayanlar olub. Bu baxımdan da Xocalıda ölənlərin sayı ən azı 1000 nəfərdir. Amma biz rəsmi rəqəm kimi 613-ü qəbul eləmişik. Buna görə də qardaş, bu rəqəm üstə dayanırıq. Dövlət də bunu deyir, mən də onu deyirəm. Qaldı ki, təşəkkür edirəm Aytaş bəy, siz göndərmişsiniz e-mailinizi, mən ona cavab verəcəm. Mütləq məndən gözləyin o məktubu. Mümkün olsa mən tez qayıtsam Bakı, olmasa xahiş edəcəm ki, məni bura göndərsinlər e-mailimə, mən onu sizə göndərim, siz görəsiniz ki, o da soyqırım kəlməsi var, amma mən sizə and içirəm. Burada olan insanlar var, şəhid övladlardır, bunlar əzab görmüş insanlardır. Şirnəxan qardaşım özü məşəridir, ziyarətli olub. Mən əminəm ki, bizim gücümüz sayəsində, Allahın köməyi ilə, mən Allah'a inanan bir insanam ki, o qandan qadadan nə qədər bizi sağ-salama çıxardıb, biz o torpaqlara qayıdırıq. Sadəcə olaraq sizdən xahiş edirəm, belə işlərdə bir balaca, yəni bir-birinizə dayaq olun. Çünki bizim sizdən başqa, bizim kimimiz var ki? Biz də sizə, yuxarıda Allahın, aşağıda sizləri biz ümid edirik. Qaldı, mən sizə bir məlumat vereyim. Yenə bir daha mən tarixi varaqlayan adamam, yəni tarixdən danışan adamam. Özdə mən çox xoşlayıram ki, o tarixi başqa millətlərin nümayəndələri desinlər. Yəni başqa güclərin var erməni haqqında fikirləri. Ermənilərin özlərinin haqqında fikirləri var ki, onlar etiraf edirlər ki, biz Xocalını, biz bu cürə faciənin olacağını gözləmirik. Bunlar etiraf edirlər. Mən orada nələrin şahidi oldum? Həmin o Xocalı soyqırımı zamanı doğrudur, mən ermənilərlə birbaşa üzdə olmasam da mənim oldular ermənilərlə üzbəüz döyüşlərdə, savaşda. Nələrin şahidi oldum? Ermənilər elə bir ki, nəşət çəkmiş kimi, içkili vəziyyətdə, elə anlar onlar elə vəziyyət, onlara elə bir şərait yaratmışlar ki, onlar qarşılarına gələnə baxmırlar, insan olduqlarını tamam unutmuşlar. Mənim qardaşım, buna görə də Xocalıda bu cür dəhşətli faciə, soyqırım baş verdi. Bu baxımdan da Xocalıda baş verənlər digər bölgələrdən, məsələn, Ağdaban faciəsi olub, Kəlbəcərin Ağdaban kəndində olub, Qaradağlı kəndində olub, Meşəli kəndində olub, Malbəlidə olub, Kərcihanda olub, amma Xocalı başqadır. Mən məsələn, bayaqları mübahisə edim bir qardaşımla, Zəngilanda 93-cü il oktyabrın 28-də mən orada olmamışam, amma mənim dostum, qardaşım Seydağa Mövsümlü operator qardaşım olub, Rəşid Faxralov bu hadisədə
Əgər o zaman Arazın suyunu kəsməsəydi İran tərəfi, mən sizə əmin edirəm ki, Zəngilanda da Erməni və Xocalı yaradacaqdılar. Amma Arazın suyunun biraz azaldılması sayəsində nə qədər insanlarımız keçdi İran tərəfə və oradan azad oldular. Mən sizə bir məlumat vermək istəyirəm. Bu Roma Papasının məlumatıdır, bu faktdır. Mənim qardaşım, bunu mən yazmıram. Bunu Rus mənbələri yazıb və mən onu götürüb sizə məlumat vermək istəyirəm ki, biləsiniz ki, bu xas müharibəsidir. Xristiyan-Müsəlman müharibəsidir mənim qardaşım. Bizimkilər isə inanmırdılar bu dərəcədə varlıq, vəhşil olacağına. Ona görə də bax, biz bu günün müsibətlərə rast gəldik. Orada nə deyilir? Yazır ki, 92-ci il fevral ayının 4-də Roma Papası 2-ci Ohanın Dağlıq Qarabağ özü müdafiə dəstələrinə, yəni ermənilərə və Rus qoşun bölmələrinə birləşmənin generallarına məxfi məktubu daxil olur. Roma Papası erməni müdafiə dəstələrinə Allahdan aldığı gücü göndərirdi. Ruslara isə bu vuruşmanın dini bir vuruşma olduğunu xatırladır, onlara dua edilsəni aşılayırdı. Roma Papası, yəni soyqırımlara belə bir məktub da yazır, Dağlıq Qarabağ uğruna vuruşmanı dini uğruna vuruşma kimi qiymətləndirib yazır. İmkan olarsa Xocalıya gəlib, orada həlak olan erməni qardaşlarımın vuruş və döyüş məkanlarında baş əyəcəyəm. Mənim qardaşım, mən Xocalıdan bir neçə adamın adını çəkəcəyəm ki, həmin soyqırım zamanı xüsusi rəşadat göstərib ki, yəni o ölənlərin sayı azalıb və bir də Ağdamda olan həkimlərimiz olub, insanlarımız olub ki, o yaralıların, elə Alə xanım bayaqlar danışdı, Alə oradan gələndə, o əsirli həyatından, o ərazidən, mühasirədən çıxıb gələndə ailənin ayaqları tutulmuşdu. Ailə yedə bilmirdi. Ağdamda həkimlərin müayinəsi ilə Bakıya gətirildi. Bakıya gələndən sonra 2 aydan sonra bunun ayaqlarına tərpəniş oldu, yoxsa onun ayağını kəsəcəklər. Xədicənin ayaqlarını kəsiblər. Və bu faktlar çoxdur. Mən sizə ata-anasız bir övladımız olub, Füzuli Rüstəmov, Azərbaycan milli qəhrəmanıdır. Füzuli çox qəhrəman bir qardaşımızdır, Zami kimi onu tanıyırlar Xocalıda. Həmin hadisədə Füzuli Rüstəmov 300-ə qədər insanı xilas edib. Füzuli Rüstəmov kimi digər qardaşlarımız da olub orada. Hadisə zamanı mən orada olub, Sərvər Rəcəbov olub, Bəxtiyar Aslanov olub və başqalar çox insanlar olub ki, onlar həyatlarını veriblər bu işdən öykü, təkir Xocaları xilas edəsinlər. Sadəcə olaraq biz niyə görə bu günləri Xocalıdan bunu yana danışırıq? Əgər müharibədirsə, əskərlə əskər döyüşür, zabitlə əskər döyüşür və kimsə kimi vurur, həlak. Mən şəxsən özümlə həmişə əl qumbarası gəzdirirdim. Mən könüllü idim. Təbii ki, mən silah vurub erməniləri öldürməmişəm. Onu deyirəm, etiraf edirəm ki, amma mənim qələmim vardı. Yazır qələm və foto işini görürdüm və mən silahla niyə mən qumbara gəzdirim özümlə ki, girov götürməli. Ermənilər bir də məni girov götürərlər. Mən qorxum nə idi? Ola bilər kimsə satardım. İradəm zəif olardı. Mən etiraf edirəm bunu. Çünki etiraf özü böyüklükdür. Mən dedim ki, heç olmazsa ermənlərə girov düşən anda özümü partladım ki, heç olmazsa ermənilər məni direkt girov götürməsin. Bu faktdır, bu həyatdır. Mən o anları yaşamışam. Bax, həmin orada Füzuli Rüstəmovdan başqa bizim həkimimiz olub, Məmməd Həkim Nağıyev. Alman Sovet müharibəsində həkimlərə atəş açmayıblar. Amma ermənilər onun başını kəsmək istəyiblər. Bilirsiniz, bilə ki, bu həkimdir. Erməni güllə atmayıb. Bax, bu cür, əgər orada həmin hadisə zamanı Xəzəngül Əmirova, təəssüflər olsun ki, bugün bu canlı yayımda, paltakda iştirak eləmədi, üzürlü səbəbdən. Xəzəngülün atası Təfəkkür kişi Təfəkkür Əmirov. O ermənilər neynəmişdi ki? Girov götürüblər. Xəzəngülün 8 yaşı olub. İndi isə 28 yaşı var. Xəzəngül orada ağlayır ki, heç olmasa atamı deyən öldürüblər, əksər doğmalarını öldürüblər, amma ermənilər deyiblər, yox, biz sənin atasını öldürməyəcəyik, atanla səni döyüşdürəcəyik. Xəzəngül bir də baxır ki, atasını ağaca dayıyıblar, onu diri-diri yandırıblar, öldürüblər. Qardaşım, mənim əziz qardaşım, burada hansı bir siyasi axtarmağa dəyərmi? İnanın yox, sadəcə olaraq biz inandıq. Biz deyəndə ki, oldu, hakimiyyətdə olanlar o vaxt inandılar ki, Rusiya bu cür addımları atmaz, Rusiya Azərbaycan müdafiə edir. Yanlış fikirdir təbii ki. Mən bu ilə bir daha deyirəm ki, Türkdən başqa dostu yoxdur. Bizim digər dostlarımız, Almaniyada biz olduğu gün ərzində, düzdür, bizə dəstək göstərmək istəyənlər oldu. Amma biz burada nələrin şahidi olduq? Almaniyadan at çəkmək istəmirəm, sabah ola zərbə ala bilərlər. Mən onu əminəm ki, ermənilər heç vaxtı yatmayıb, onlar işləyirlər. Məsələn, Almanların özləri o kadrlara baxanda kövrəldilər və məndən xahiş edilər ki, bunları verin biz də yayaq YouTube vasitəsilə başqa tərcümə eləyər, insanları bilsinlər Alman ictimaiyyəti. Almanlar çox həssas yanaşırlar.
Alman, mən bilirəm ki, soyuqqanlı millətdir. Biz onu çox yaxşı bilirik. Amma Almaniyanın özündə Xocalı soyqırımına həssas yanaşılırsa, mənim qardaşım, bu Alman olan səhvləriyin, Alman olan Azərbaycanların, Türklərin, digər qardaşlarımızın rolu burada çox böyük, mənim qardaşım. Buna görə də biz İsveçdə yaşayırsınız, başqa ölkədə yaşayırsınız, dəxli yoxdur, harca olmaz asılı olmayaraq. İnanın ki, bugün biz birgə bu cür mübarizəni aparsaq, uzağa 2 il ərzində biz Ermənistan adlı dövlətin olduğuna şübhə eləyəcək ki, Ermənistan dövləti olacaq, yoxsa olmayacaq. Artıq zaman Azərbaycanın xeyrinə işdir, mənim qardaşım. Mən buna əminliklə deyirəm ki, bizim buna sizin kimi insanların ki, bu cür reaksiyası var. Mən bağayardan baxıram ki, nə qədər zənglər gəlir, müraciətlər gəlir, bizi alqışlayıram və istəyirəm ki, sözü bizim qardaşımız Həbib bəyə verir. Amma deməliyəm ki, bu il, keçən il, o biri ildən hər il daha artıq yardım edir Azərbaycan dövləti və biz də bu haqda dövlət müxalifət olmaq haqqımız yoxdur. Erməni məsələsinə gəldikdə biz hamımız vahid olmalıyıq. Erməni məsələsi çəki, əlbəttə biz Güneylilər, onsuz da məncə bizə dəxli yoxdur, onsuz da bizdə o səlahiyyət yoxdur, oturaq qəzabət eləyək orada kim, dövlət nədir, o müxalifət nədir, bizdə o səlahiyyət yoxdur, bizdə o bilgi yoxdur. Onlar bizdən daha yaxşı bilirlər. Ancaq bir Azərbaycanlı kimin haqqımız vardır ki, inciyə, haqqımız vardır ki, ürəyimiz ağrısın, haqqımız vardır ki, dövlətimizdən istəyək, müxalifətimizdən istəyək ki, Qarabağımızı azad eləsin. Çünki Qarabağ bizimdir, Qarabağ hamımızındır. Ancaq dediyim kimi bunu dövlət müxalifət davasına çəkməməliyik özü də bugünkü gün. Bugün biz vahid olmalıyıq və vahidik də. Nəysə, təşəkkür edirəm mən icazənizlə. Təşəkkür edirəm Həbib bəy. Allah qəlbinizə görə versin, Allah yardımcınız olsun. Əziz Məşdi bəy, siz sual elədiniz ki, biz Xocalının mütəmadi anılması üçün nə etməliyik? O sual həmişə bizim özümüzlə düşündürüb ki, Xocalı soyqırımı ildən ilə yox, mütəmadi anılmalıdır. Çünki orada bir qəhrəmanlıq səhifəsi də var, bir faciə də var burada. O baxımdan da biz çox istəyərdik ki, indi belə bir layihə həyata hazırlaşırıq, həyata keçirməyə ki, Xocalılardan sağ qalanlar var, onların çoxu da indi həyatda görürsən, müəyyən bir xəstəlikdən dünyasını dəyişənlər də olur, yəni o 20 il ərzində. Biz çox istəyirik ki, o layihəni həyata keçirək, hər bir Xocalı sakini, ağrı görən insanların doğmalarından müsahibələr yapaq, müsahibələr götürək, video müsahibələr götürək və bunların birgə də video görüntüdən əlavə imzalarını təsdiqləyək ki, beynəlxalq məhkəməyə çıxmağa. Düzdür, bu imzalar toplanıb, amma azdır, kifayət deyil. Bu baxımdan da çox istəyərdim ki, bax, siz burada yardımcı olasınız, diaspora təşkilatları yardımcı olsun. Şəxsən mən bayaq da dedim, bir daha təsdiq edirəm ki, mənim üçün iqtidar müxalifət söhbəti yoxdur bu məsələlərdə. Vahid Azərbaycan söhbəti var, vahid Azərbaycan dövləti var və biz nə qədər bir olsaq, inanın ki, nə erməni, nə fars, nə başqası bizi parçalaya bilməyəcək, mənim qardaşım. Bu baxımdan da çox istəyərdim ki, bax, bu işlərdə siz bizi diqqət, qayğı göstərir. Və eyni zamanda bizim təşkilatımız Xocalı soyqırım tanıtma ictimai birliyidir. 2007-ci ildə dövlətlə alınıb. Artıq saytımız var. Mən o saytı da yəqin ki, sizə ünvanlayacağım ki, bu yaxınlarda 3 dildə saytımız göstəriləcək, necə deyirlər, açıq elan olunacaq, təqdimatı olacaq. Və mən çox istəyərdim ki, hər bir ölkədə bizim təşkilatımızın nümayəndəlikləri olsun. Məsələn, İsveçrədə, Danimarkada, Kanadada və məsələn, artıq Ukraynada, Moskvada və Türkiyədə bizim nümayəndəliyimiz var. Yəni, artıq onlar öz fəaliyyətlərini başlayıblar. Mən çox istəyərdim ki, bax, sizin kimi vətənpərvər qardaşlarımız, xanımlarımız bu işlərdə həssas olsunlar. Biz onların içindən seçək ən yaxşılarını, iş görmə qabiliyyəti olanlar və onların nümayəndə kimi təsdiq eləyək və siz də o da ürəklə Qarabağın, Xocalının, Azərbaycan adından danışa biləsiniz. O ki, qaldı ordu ilə bağlı məsələ, kimsə qardaşlarımızdan sual verdi bu dəqiqə. Ordu ilə bağlı bəs o vaxtı bilirsiniz, Ruslar bizim əlimizdə olan o tüfənglərini belə almışdılar. Əgər Qarabağda, Laçında, Şuşada, Xocalda olan insanların hansınsa evində o tüfəngi varsa, bir bəhanə gəlib onu şər-böhtan yağdırırdılar. Kimsə silahını vermirdisə, onu tutub həbs edirlər, mənim qardaşım. Amma erməniləri silahlandırırdılar. Bax, bu faktdır. Buna görə də bizim əlimiz, qolumuz bağlanmışdı o vaxtı. Biz o addım ata bilmirdik. Mən bir dənə sizə məlumat verim. Onu baxmayaraq, tək Şuşada, Laçında, Xocalda yox, digər bölgələrdə də insanlarımız könüllü dəstələrdə vuruşub, müdafiə olunurdular. Bu baxımdan da bizim Azərbaycan ordusunu günahlandırmağa haqqımız yoxdur. Amma bugün orada olan hər hansı bir nöqsan elə bizim xalqımızın və mənim adıma yazılır. Bu baxımdan da biz ordumuzdan çox şey umuruq. Mən eyni zamanda
sözü vermək istəyirəm Ailə xanıma. Ailə xanımın da Məşdi bəyə bir müraciəti olacaq. Mən bir daha dostlarımızı salamlayacağım. Mən Məşdi bəyin sualına cavab verəcəm. Abışova Aliyə Eyvaz qızı. Mən bilmək istəyirəm ki, Xocalının canlı şahidləri mütəmmadi dinlənilsə, hər bir dövlətdə mütəmmadi dinlənilsə, bu bir nəticə əlbəttə ki verəcək. Sizdi, bizdi çalışmalıyıq, bir-birimizə dəstək olmalıyıq və biz Xocalı faciəsi yaxınlaşan vaxtı yox, mütəmmadi işləməliyik, bir-birimizlə sıx əlaqə saxlamalıyıq və mənə elə gəlir ki, bu bir nəticə verəcək. Və biz bütün dövlətlərdən ancaq kömək gözləyirik və soyqırım kimi tanınmasını istəyirik. Mənim qardaşlarım qaldı ki, mən elə gəlir ki, Ateş bəy bir yenə maraqlı bir sual verdi ki, mən soyqırım deməklə deyil, yəni onu əməllə həyata keçirməli. Məsələn, Pakistanı misal çəkdi, başqa dövlətlərdən, Meksika özü tanıyıb 2011-ci ildə Xocalı soyqırımı. Azərbaycan parlamenti tanıyıb, amma Azərbaycan parlamentində belə bir qanun layihəsi var, Xocalı soyqırımı ilə bağlı soyqırıma məruz qalan şəhər statusu verilməlidir. Yəni bu status nəyə görə lazımdır? Biz də onu tələb edirik. Biz artıq 4-cü ildir ki, təşkilatda tələb edirik ki, Xocalı soyqırımının statusu müəyyənləşsin. Bu nəyə görə lazımdır? Biz sabah Ermənistandan təzminat ala bilərik. Çünki bu insanlar təkcə ailələrin, övladlarının, doğmalarını itirməyiblər. Torpağını itirib, evini, eşini itirib və üstə gəldə mənəvi sarsıntıları qalıblar. Siz inanın ki, hər o ekranda efirə baxanda Xocalılardan gedir söhbət təbii ki. O insanların çoxunun ürək partlayır. Çoxu dözə bilmirlər. Yaxud da ki, şəkər xəstəsindən tapılanlar var. Bilirsiniz, tək bəla ilə o 613 nəfərlə, 1000 nəfərlə getmir ki. İndi nə qədər ölənlərimiz var o 20 il ərzində. Tək Xocalıdan, Qarabağdan yox, başqa bölgələrdən var. Bayaq bir tədbir aparanda bir xanım, adını çəkməyəcəm, istəmirəm ona, Almaniyada yaşayan bir Azərbaycan xanımıdır. Özü mənə dedi ki, Şamil bəy dedim, mən artıq az qalmışam, ürəyimdə sıxıntılar var. Bilirsiniz, yəni çox çətindir bu işləri aparmaq, mənim qardaşım. O baxımdan da mən sizi tam dəstəkləyirəm. Əgər Azərbaycan dövlətində kimsə bizim bu haqq işimizə zərbə vurarsa, vurmaq istəyərsə, mən əmin edirəm, minlər bəlkə də ayağa durar, öz haqq səsini ayağa durub sözünü etiraf edir. Sadəcə olaraq hələ mən elə bir problem görmürəm. Bu baxımdan da biz dözürük hələ. Dözürük ki, görə bu danışıqların nəticəsi nə vaxt olacaq? Olmayacaqsa, Azərbaycan xalqının səbri hüdudsuz deyil. Bizim səbrimiz də dolub daşıb artıq. Biz özümüz dözə bilmirik. Səmimi deyirəm, özümüz ürəmiz partlayır ki, nə qədər erməni göstərsin ki, bir gədə nə deyir? Deyir, gəlin torpağınızı alın. Yəni, almışıq, yəni siz torpağınızı yəli edin. Bilirsiniz, biz gedib ala bilərik hər vaxt torpağımızı. Sadəcə olaraq burada Rusiyanın söhbəti var. Burada İranın məsələsi var. Burada özü dedi ki, Farslar var. Burada başqa dövlətlər var ki, mən bilirəm ki, Ermənistanı müdafiə edirlər. Ona görə də biz indi bir məqamda Xocalı soyqırımını tanıtmalıyıq dünyaya. O dünən olan tarixdir. Bu gün olan tarixdir. Xocalı soyqırımını tanınan ərəfədə, mən bayaq dedim axı, 2 ilin ərzində çox şey dəyişəcək Allahsa bu dünyada. Siz görəcəksiniz ki, həqiqətən də Azərbaycan haqq səsi dünyada eşidildi inşallah. İcazənizlə mən mikrofonu buraxıram Şamil müəllimə və Şamil müəllimdən xahiş edirəm ki, bu birləşəcəkdir ünvanında bir şeirdir, poemadır, bunu bizə oxusun. Buyurun, əziz Şamil müəllim, mikrofon sizdə. Mənim ən böyük arzum Azərbaycanın vahidliyi, müstəqilliyi. Müstəqilliyə çatıb Şimali Azərbaycan, Quzey Azərbaycan. Amma günü Azərbaycanda biz bilirik qardaşlarımızın məktəblə bağlı problemləri var, dillə bağlı problemləri var. Mən orada Təbrizdə olanda insanlarla görüşdüm. Biz zirzəmilərdə Azərbaycan dilində çıxışlardan danışırlar ki, onlar gəlib bir dəqiqə bir tutub aparacaqlar. Mən gördüm insanlar nə qədər çətinlik çəkirlər. Orada azadlıq yoxdur, sözün həqiqi mənasında. Doğrudur, biz bugün azadıq, dövlətimiz azaddır, hər vaxt söz, mətbuatımız azaddır, söz deyə bilirik, amma yarı canımız elə orada olanlardır. Və bir arzum vardı ki, o vaxtı aldığım xanım Azəri xanımı ya Təbrizdən olacaq, ya Qarabağdan. Təbrizə əlimiz çatmadı, amma o xanımı mən Qarabağdan aldım, Qarabağda xoşbəxtlə bir övladım da var. Və mənim arzum birləşəcək poemasını yazmaqda nəyə görə bunu yazmışam? Bizim Səttar xan, Pişəbəyi kimi
Səriyyə xanım kimi yiğitlərimiz, qəhrəmanlarımız olub. Biz Xiyabani kimi biz deyə bilmərik ki, bizim qəhrəmanımız yoxdur. Bugün də var o qəhrəmanlar. Məsələn, Azərbaycanda mən bayaq bir neçəsinin adını çəkdim və bizim bu yaxınlarda Mübariz İbrahimov kimi bir qəhrəmanımız keçdi. O tayda ermənilərin anasını ağlar qoydu, gəldi bu tərəfdə, yəni dünyasını dəyişdi, şəhid oldu və qəhrəman seyid övladı. Və bu günləri də mən o poemanı yazmaqda məqsədim odur ki, əmin edirəm sizə ki, bu şah rejimi, molla rejimi də müvəqqətidir. Yəni o hökmdara daimi olmayıb, gəliblər, gedirlər və siz möhkəm olun, mübarizə aparın və biz də sizi dəstəkləyirik. Və mən bunu yazmışam, indi yox. Mən bunu yazmışam 89-cu ildə. O zəif olarsa, üzrlü hesab edirəm. Mən hamısını deməyəcəyəm. Çünki hamısını desəm, vaxt çox aparacaq, bu poemadır. Sağlıq olsun. Zaman gələr ki, istəsəniz, mən onu sizin e-mailinizə göndərə bilərəm. İkiyə parçalanmış Azərbaycanın birləşməsi, məmləkətimizin vahidliyi, ərazi bütövlüyümüzün təmin olması namına bütün soydaşlarımızı birliyə çağırıram. Talihin qəribə qanunları var. Birisi güləndə, birisi ağlar. Deyirəm, göstər mənə bircə xalq. Bəxtinə yazılsın, ancaq ağlamaz. Ən kiçik xalq belə güldüyü zaman, öz doğma dilini sevdiyi zaman cənubda dilsizlər xalqı yaşayır. Evsiz, eşiksizlər xalqı yaşayır. Ünvanı deyilsə kimsəyə bəlli. Kimsə bu şeirim olsa təsəlli, qoy ünvan götürsün Azərbaycanı, sorağı bölsün bütün hər yana. Əlində silaha qalxsın ayağa, azadlıq bəxş etsin doğma torpağa. Şahların hansından danışım sizə? İntiqam od salsın ürəyinizə. Var mıdır Arazın burada günahı? Gör kimlər düşünür xalqın sabahın? Rıza Şah, Xomeyni, Məmmədəli Şah. Sizlərdə nə qədər güclüymüş tamah? Siz mi düşünürsünüz nurlu sabahı? Tutacaq sizləri xalqımın ahı. Yaralı qəlblər göynətməyin siz. Yaddan çıxmayacaq əməlləriniz. Xalqımın başına oyun açdınız. Var yoxun taliyib soyub qaçdınız. Eyb etməz, xalqım da bir vaxt aylar. Başınız bədəndən təmiz ayrılar. Ey xalqım, oyanın, bəsdir yatdınız. Bəsdirin siz nahaqqana batdınız. Oyanın bir görün kimlər dövr edir, doğma yurdunuzu tarmar edir. Yadda saxlayın ki, siz Səttər xanım, Xəlilin, Səmədin, Qəhrəmaninin varislərisiz. Gecələr dalıram bəzən xəyala, ürəkdə dözmür bu qalmaqala, yadıma saldıqca Xiyabanini, Səriyyə xanımı, pişəvərini, ürəyim partlayır, dözə bilmirəm, bu tayda, o taysız gəzə bilmirəm. Kimləri mən deyim sizə, kimləri? Şəhid tək ölənlər 1 mi, 5 midir? Sayası olsaydıq biz ölənləri 5 milyon, 500 min, 55 midir? Məsələ deyildir sayda, hesabda. Torpağın sahibi qalıb qıraqda, özgələr soxulur doğma torpağa, elmin varına sahib olmağa. Xalqımın gücünə inanıram mən. Əqli, zəkasına laf heyranam mən. Xalqımda şir gücü, pələng gücü var. İstəsə, dağ daşı göydə oynadar. O bənzər yuxuya dalmış aslana, oyansa, hər tərəf boyanar qana. Cənubdan şimala yollar çəkilər, yol boyu çəkilər, güllər əkilər. Fəqət o dalmışdır qış yuxusuna. Düşmənlər yığılmış onun yasına. Şahın öz əmri ilə, göstərişi ilə Təbrizdən, gözlərdən tökülür yaş gilə-gilə. Yenə də Təbrizdə meydan sulanır, yenə də çöl çəmən qana boyanır. Şahlar əvəz edir biri-birini, davam etdirirlər əməllərini. Güya ki, cənublu qardaşlarımız, atamız, anamız, bacılarımız Azəri xalqına mənsub deyildir. İranda ərəbdən, farsdan dönmədir. Bir xalqın varlığı inkar edilir, dövləti, sərvəti talan edilir. Üzümü sizlərə tərəf tuturam, ey şah. Bir şah qəlbindən siz olun agah. Nə olaydı? Bir gündə günəş doğaydı. Acı xatirlər unudulaydı. Sizin dərinizə saman təpərdim. Təbriz qızlarını təbrik edərdim. Öpərdim anamın alnından o gün. Deyərdim çalınsın hər gün toy, düyün, yaz olsun, yay olsun, payız ya da qış. Gəzərdim Təbrizi mən qarış-qarış. Daha ürəyimdə qurmazdım ağı. Öpərdim doyunca doğma torpağı. Dostlar, İnanıram, qımız düşmənə qalib gələcək, bölünmüş torpaqlar birləşəcəkdir, niskil ürəklər sevinəcəkdir. Yenə sevgilər gedəcək qoşa, aşıqlar həvəslə gələcək duşa. Mən şeir yazaram sizin üçün ellər, oxuyub şad olsun şeyda bülbüllər. Hər eldə obada qurular mağar, toylarda aşıqlar çalar, çağırar. Toylara çağırın cümlə cahanı, qoy xoşbəxt görsün Azərbaycanı, qoy xoşbəxt görsün Azərbaycanı. Çox sağ olun.